İndi bir insan bir ömür şəhadət verir Allaha, Allah nələr verəcək ona qiyamət günü. Gəl bu gecə səhərə qədər şəhadət verək Allahın vəhdaniyyətinə. Allah, sən bizi var etdin, sən bizi yarattın. Orada belə söz işlətdi. Gör, Allah mömin bəndəsinə nələr verəcək. Mənası budur da, çünki şəhadət verir bir ömür Allaha. Bəli, bu gecə qiyaməti çox xatırlayın. Və ənə ləhuz zikra. Qiyamət elə bir səhnədir ki, hər etdiyin anında yadıva düşəcək an-ba-an. Bizə necə, yəni, necə məsələn, indiki halım yadımdadır. Bütün 70 ilin o cürünə yadıva gələcək. An-ba-an yadıva düşəcək. Qiyaməti Allah belə xatırlatacaq. Ona görə hədislərdə var, ənzirhum yevməl həsrə. Qiyamət günü həsrət çəkəcək bir qrup insanlar. Həsrət. Nəyin həsrətini çəkəcəklər? Bir neçə şeyin həsrətini çəkəcəklər. Bir, o insanlar ki, özləri danışdılar, əməl eləmədilər. Deyəcək, həsrət çəkəcək ki, kaş əməl eləyəydik biz. Əməl etsəydik, nə qədər ucalardıq. Danışıb əməl etməmək. Eşidib əməl etməmək. Onun həsrətini çəkəcək. Deyəcək, kaş belə eləməyədim mən. İmam Sadiqdən dədiz. İnnə min əşəddin nas həsrətən. Ən şiddətli həsrət yevməl qiyamə, qiyamət günü. Mən vəsəfə ədlən, sümmə əmilə bi qeyri. O insandır ki, ədaləti vəsf eləyir, ədalətdən dəm vurur, amma özü zülm eləyir. Özü əməl eləmir. Özü hey danışır. Özü hey izah verir. Özü əməl eləmir. Övladının düz danış deyir, amma özü yalan danışır ata, ana. Olmaz ki belə. Allah buna görə neyniyəcək bizə qiyamət günü? Deyir, o günü sənə göstərir, həsrət çəkəcəksin, kaş özüm əməl eləyəydim. İkinci nədir, nəyə həsrət çəkəcəklər? O məclislər ki, o təşkil olunub orada Allah xatırlanmıyor. O məclislərə görə bəşər o qədər həsrət çəkəcək. Elə məclisimiz olmasın ki, orada Bismillah deməyək, Allah adını çəkməyək. Elə məclisimiz olmasın ki, orada bizim haramla rastlaşaq, haram bir şey olsun məclisimizdə. Olmaz. Haramları uzaqlaşdıraq həyatımızdan. Evimizə haramı gətirməyək. Bəzi ailələrdə olur, görsən, ana namaz qılır, övlad namaz qılır, amma ata evdə şərab içir. Olmaz ki belə. Hörmət elə övladı var. Hörmət elə həyatı yoldaşı heç olmasa. Olmaz belə iş görmək. Evindən rəhmət çəkilir, bərəkət çəkilir. Evin halını dəyişirsən. Nə vacibdir bu işi görürsən sən. Bilirəm, indi bəziləri mənə dinləyir. Ona görə sizə deyirəm, vallah sevgi ilə, məhəbbətlə deyirəm. Dönüş eləyin, indi bu an. Deyən Allah, bilməmişəm. Şeytan vəsvəsə eləyər birdən səni ya. Bəlkə deyərsən, axı, yox, hələ gecikdirim tövbəni. Yox, tövbəni gecikdirmə, indi bu an elə tövbəni. İndi bu an sındır qəlbivi. Gör, nə qədər rəhmət nazı olacaq sənə. Bu ki, sən qulaq asırsan, indi mənə namaz qılmayan qardaşım, bacım, anam. Allah sənə görə nə qədər çox istəyir bu gecə vaxtı qulaq asırsan. Sən olan məhəbbətdir. Məhəbbəti müsbət qarşıla. O məclislər ki, orada Allahın adı çəkilmir. Allahın adı çəkilmir. O məclislər qiyamət günü həsrətdən başqa bir şey olmayacaq. Peyğəmbər deyir, ma min qavmin ictəməu fi məclisin fələm yuzkəru Allah əzzə və cəl. O məclis ki, orada Allah xatırlanmır. Və ləm yüsəlli alə nəbiyyihim, əhl-i beytə salavat deyilmir. İllə kənə zalikəl məclis həsrətən və vəbalən. O məclis həsrətdən başqa bir şey olmaz. Qiyamət günü. Bəli. Ona görə gəlin indidən çalışalım. Gəlin indidən elə addım atağım ki, qiyamət günü həsrət çəkməyəyin. İndi bu anlar. Dönüş eləyəyin həyatımızda. Yolumuzu deyişək. Haqq yola tərəf. Ehdinas sıratal müstəqim. Allah bizi yönəlt. Hara? Haqq yola. Bu gecə qiyamət. Bu gecə qiyamət səhnəsidir. Yevmə yəfirrul mər'u min əxih
və sahibətihi və bənih. O gün elə bir gündür ki, insan qardaşın qoyub qaçır, həyat yoldaşın qoyur qaçır, övladların qoyur qaçır. Bəlkə də indi övladını qucağında əyləşdirmirsən, mənə baxırsan xutbəmə, amma qiyamət elə bir səhnədir ki, adam övladın qoyur qaçır. Hərənin öz dərdi var ha. Qiyamət üçün zarafat gəlir. Ona görə Peyğəmbər əlini qaldırıb nə deyirdi? Deyirdi, ümməti, ümməti. Allah, ümmətim, 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 ümmətim. Hamı qiyamət günü bir kəlmə deyir, nəfsi və nəfsi. Allah məni qoru. Bir şəxsin səsi ucalır, ümməti, ümməti. Allah, Allah, bu ümmətimi qoru. Ağlayır dərdən Peyğəmbər. Dedə, niyə ağlayırsan ya Rasulallah? Deyirdi, qiyamət günü ümmətimə şahid gəlməliyəm. Şahid gələcək də Peyğəmbər. Nə mənada şahid? Şahid kimə deyirlər? Məhkəmədə bir adam şahid gəlir səhnəni görsün ki, gəlsin şəhadət versin. Peyğəmbərin ləqəblərindən biri şahiddir. Quran deyir, sən şahid gələcəksən. Şahid gəlsə indi görür bizi. Yəni, günah eləyəndə də bizi görüb Peyğəmbər. Biz Peyğəmbərlərin hüzurunda günah edirik. Biz imamın hüzurunda günah edirik. Biz Allahın hüzurunda günah edirik. Ona görə İmam Zaman əleyhissalam hərdən çəkilir bir guşəyə, ağlayır. O İmam Zaman ki, deyir, la nasinə li zikrikum. Heç vaxt unutmuram ki, mən. Mən unuduram. Buradan da üzrxahlıq edeyim də, yeri düşüb də. İmam Zaman, əgər biz səni ağlatmışıqsa, sən bizi bağışla. Biz düz eləmirik səni ağlatmaqda. Ya sahibəl əsr və zaman. Bağışla bizi həqiqətən. Heç yeridirmi ki, ağa gecə qalxa bizi üçün ağlaya, göz yaşı dökə bu mənada. Onun öz dərdi bəs deyilmi bu qədər? Biz də bir tərəfdən bir iş görəyik. Allahım, yeri düşüb bu duanı edirəm xutbənin ortasında. İşte birdən İmam Zamanın qəlbin qırarıq ha biz. Sən bizi bağışla, İmam Zaman. Bəlkə bizə nəzər eləyəsən bu gecə. Şahidən, Peyğəmbər qiyamət günü şahid gəlir. Deməli, indi də bizi Peyğəmbər görür də, şahid odur da, hə? Ya Rasulallah, bizə baxırsan hə indi. Düzdür, bizi günah eləyən halda da görmüşdün, bax, indi necə dayanmışıq sənin huzurunda. Sənin qabağında gözlərimiz dolub, qəlbimiz sınıb, sən bunu da görürsən, ya Rasul. Mən əminəm, vallahi belədir. Oxumuşam deyirəm, vallahi belədir. Ya Rasulallah, sənə canımız qurban. Ya Rasulallah. Bu gecə qiyaməti xatırlayın, eyni zamanda dua etmək istəyirsiniz, bir dənə mükəmməl bir dua deyim sizə. Başqa dualar özünüz bilərsiniz, bu duanı deyirəm sizə. Deyin Allah, öz dostlarınla dost olmağı mənə nəsib elə. Hacı, nə gözəl şeirdə dedi. Münacatda dedi ya. Allah, dostlarınla dost olmaq istəyirəm mən. Bu Peyğəmbərlərin sözü deyə, əlhiqni bis salihin. Yusuf deyir, Allah mənə salihlərə qovuşdur ha. Salihlərə. İlahi, bizə dost olmaq istəyirik övliyalara. Bizə dost olmaq istəyirik imamları var. Əli əleyhissalam Nəhcül Bəlağada deyir, mənim bir qardaşım var idi. Bir dənə səhabəsi üçün deyir. Nə gözəldirəm, xoş olsun səhabənin halına. Əli deyir, o mənim qardaşımdır. Kaş bir dənə bizi üçün də deyəydi. Deyirdi, filan kəs mənim qardaşımdır. Böyük söz deyirəm, bilirəm, amma arzu ilə yaşayıram, mən özümə deyirəm. Bu gecə deyin, Allah, dostlarınla dost olmaq istəyirik. Nəsib eləyər, xanımlar, deyən, xanım Zəhra ilə istəyirəm rəfiq ol. Xanım Zəhra ilə, xanım Zeynəblə, xanım Xədicə ilə, ilahi və rəb. Nə gözəl dualardır bu dualar. Allah dostu ola bilər, sadə bir insan olsun, ha? O sizi çaşdırmasın. Allah dostu ola bilər o insan. Bir şəxs deyir, Mədinədə qıtlıq idi, İmam Səccadın dönəmi idi. Yağış kəsilmişdi, yağış yağmırdı. Cəmaat yığışdı bir yerə, əllərini qaldırdılar, namaz qıldılar və dua elədilər. Yenə gəlmədi. İkinci gün yenə yığışdılar. Yenə dua elədilər, yenə yağış yağmadı. Üçüncü gün təkrarlandı. Bir nəfər orada bir şəxs vardı, alim idi. Deyir, məclisdən çıxdıq, gördük, yox, yağmır. Amma gördüm, bir nəfər çəkildi bir guşəyə. Sadə bir insan, valla. Sadə bir insan. Deyəcəm sizə, kimdir o? Çəkildi, baxdı sağa sola, heç kəs yoxdur. Üzünü gətirdi, qoydu torpağın üstünə. Başladı ağlamağa. Dedi, Allah, o qədər ağlayacağım ki, göy ağlasın.
göy yağışın endirməyənə qədər mən ağlamağım dayanmayacaq. Tək və tənha danışır. Və belə dedi, ilahi, hacətimi almayana qədər yerdən qalxmayacam. Gedin bu gecə səcdə edin, Allah, hacətimi alacam mən səndən. Allah, bu gecə almayıb, açan alacaq ki biz. Mən özüm də şəxsən bir neçə dənə duam var xüsusi. Elə bilirəm, Allah verəcək. Mən bu qədər əminəm, inanın. Bu gecə mən danışıb qutarınca qoy alnımı səcdə edin, Allah ver qalxım səcdən. Şəxs deyir, ilahi və Rəbbim deyir, qıraqdan baxıram, necə ağlayır, necə münacat edir. Vallah, vallah, göyün üzün bulud aldı. Vallah, vallah, şəkk eləmə buna. Bəşərin səsini Allah eşidir. Biz ala bilmirik bəzi vaxtlar, o demək deyil, Allah istəmir versin, biz ala bilmirik. Göyün üzün bulud aldı, yağış töküldü yerə leysan. Bu durdu yerdən deyir, şükür elədi. Allah, şükrən lillah. Hacətimizi alandan sonra bir dənə deyirsiniz, şükrən lillah. Bəlkə də aldınız artıq, deyən şükrən lillah. Elhamdülillah. Deyir, bu durdu, deyir, mən bunu izləməyə başladım, hara geyəcək. Gördüm, gedir, gəldi, çatdı İmam Səccadın evinə. Qapını açdı, girdi içəri. Bildim ki, İmam Səccadın nökərlərindən biridir. O dönəm var idi, qul. İmam alırdı qulları, tərbiyə eləyirdi, azad eləyirdi. İçlərindən 25'e yaxın fəqih yetişdirdi. Yetişdirirdi, imanlı eləyirdi, göndərirdi. Ona görə bu qədər qulu var idi. Gəldim, döydüm İmam Səccadın qapısını, dedim, ağacan. Dedi, bəli, dedi, o qullarından birini istəyirəm alım. Hədiyyə elə mənə. Dedi, bax, seç birini. Götür, olsun sənin xidmətində. Deyir, axtardım, tapdım o qulu. Tapandan sonra dedim, bunu istəyirəm. İmam Səccad dedi, buyur, get filan kəs. Həmən qul bil sənliyinədir. Gəldi, düşdü İmam Səccadın ayaqlarına. Dedi, ağa, niyə məni özündən uzaqlaşdırırsan? Mən nə tapmışamsa bu evdə tapmışam. Mənim duam müstəcab olubsa bu evdə müstəcab olub. Mən nə çarə idim, mən kim idim, əlimi qaldırım, göydən yağış ensin. Deyir, bu şəxs qayıtdı ona ki, ay qul, and ola, alıram səni, azad eləyirəm, özüm oluram nökərin. Dedi, mənə lazım deyil, məni alma, buradan alma məni, mən elə İmam Səccadın yanında qalmaz. İndi bugün deyirsiniz, Allah bizi İmam zamanıva qovuşdur. Ondan sonra ayrılmaq istəmirik səndən, ya sahib ələs-səvəsən. Dünya da gəlsə ayrılmaq istəmirik sən. Bir ömür oxumuruq, Allahümmə kulli vəliyyikəl hüccət ibnil Həsən. İmam-ı zaman. Ağa, bizi qəbul eləyərsən bu gecə. Ya sahib ələs-səvəsən. Sonra da heç ayrılmaqdan. Hara ayrılırsan ki? Hara gedəcəksən ki? Belə danışın. Belə danışın. Allahla qəşəng ünsiyyət qurun. Olun Allahın dostu. Bu məqama gəlib çatdın. Allah dostu ilə dost oldun. Allah neyinir səndən bilirsən? Nə cür rəftar edir? Bir dənə Əbazərdən sənə söz deyim. Əbazər dədə. Bir ömür olsun belə, bir an olsun belə Əlidən ayrı düşmədi. Gətirdilər kisə ilə qabağına xəzinələri qoydular. Dedilər, bir dənə Əlidən üst çevir. Ağlayırdı. Dedim, məndə nə gördünüz ki, gəldiniz bunları təklif elədiniz. Mən Əlidən dönərəm. Sürgün elədilər onu, Rəbəzə adlı bir çölə. Sürgün eləyəndən sonra bir şey tapmırdı yeməyə. Görür ki, kim, hansı vəziyyətdə. Qızı da oradaydı. Deyir, son anlarda zəifləmişdi. Qızına dedi, qızım, gör bu səhrada nə tapırsan, bir şey tapa bilirsən. İnsan ahirətdə baxıb, nəsə axtarır da. Qızı getdi, 4 tərəfə baxdı, ora-bura baxdı. Baxandan sonra gəldi, dedi ki, ata bir şey tapmadım. Dedi, onda axır anlarımdır, gedirəm qızım. Dedi, niyə? Niyə? Ata, niyə belə danışırsan? Dedi, Peyğəmbər özü mənə demişdi ki, axırda ki bir şey tapmayacaqsan, yeməyə o sənin axır anlarındır. Bax, qızım, axır anlarındır. Bir qıza çətindir atası bu sözləri deyə. Bir qıza çətindir, ata onun dizlərində can verə. Əbazər gətirdi, qoydu dizlərinə. Qızının daha dünyasını dəyişir, ilahi. Amma son anlar dünyasını dəyişir. Dəyişə-dəyişə nə deyir? Bir də gördüm, qızı deyir, ha bunu deyib, gördüm deyir, eləyhissalam, aleyhissalam, bihissalam, minhussalam. Dedim, ata salam verirsən, salama cavab verirsən, nə məsələdir?
Dedi, qızım, ölüm mələyi gəlib dayanıb qabağımda, deyir, Allah sənə salam göndərir, Əbazər. İnsana da Allah salam göndərir. Bu bəşər hansı həddə gəlir, çatır ki, Allah deyir, Əssəlamu aleyk, salamım olsun sənə, Əbazər. Necə ki, Xədicəyə salam göndərmişdi, dedi, Xədicə, salam olsun sənə. Xanımlar, sizi üçün də, bizi üçün də, kişilərə də aiddir. Elə yaşayasan ki, ömrünün son anında Allah salam göndərə. Gör, kimdir Əbazər? Bir ömür canını xidmətdə keçirtdi, bir ömür. Heç vaxt üsyan eləmədi, bu qədər də xidmət elədi. Həmişə də özünü Allahın qarşısında əli boş gördü. Məkkə fəth olandan sonra gəldi dayandı Peyğəmbərin qabağında. Ya Rasulallah, bəli, Əbazər, mənə bir dənə vəzifə versən, yoxsa yox? Dedi, Əbazər, vəzifə vermək istəmirəm sənə, bu sənin aid deyil. Dedi, ağa, ya Rasulallah, oldu, narahat olma. Mən vəzifə üçün yaşamamışam ki. Mən bəndə olmaq üçün yaşamışam. Allah belə görmək istəyir, buna hazıram. Bəli. İndi mümkündür ya. İndi bu qədir gəlsə mümkündür ya. Selamun hiyə hatta mətlə'il fəcr. Səhərə qədər salamatlıq gecəsidir. İndi elə iş görə bilərsən ki, sənə mələklər salam desin. Tətənəzzəlu aleyhumul mələikə. Mələklər gəlir, bir. Elə bir iş görə bilərsən, Peyğəmbər sənə salam desin. Bir pirədə qalxdın yuxarı, elə bir iş görərsən, Allah sənə salam desin. Neynə? Son sözlərim budur. Neynə? Tövbə ilə. Sındırın qəlbinizi. Qaldırın səmaya əlinizi. Deyin, əstəğfirullah. Mən deyirəm, qoşul mənə. İndi, hamımız bir yerdə deyək, sizinlə deyirəm. Çünki həmin istiğfarı çox böyükdə. Qəlblər əsas olsun bir yerdə. Ola bilsin, mən uzaqdayam, siz uzaqdasınız. Nə olsun ki? Bir yerdə qoşulaq deyək, əstəğfirullah Rabbi və ətubu iləy. Əstəğfirullah Rabbi və ətubu iləy. Əstəğfirullah Rabbi və ətubu iləy. Ya ərhəmər rahimin. Ay rəhimli Allah, sən özün düdün istiğfar elədi ya biz. Qəlbimiz də sındı ya bizim. Sən şahidsən. Hədisdə var, bir nəfər ümmətimdən biri gözü də olsa hamıya rəhm eləyər ama. Xoşalıbsa. Hamımıza Allah indi rəhm eləyir. Nə gözəl. Amma tövbə necə olur? Son sözlərim. Yaxşı tövbə eləyin. İmanla tövbə eləyin. Tövbə bir sünnədir. Tövbə yəni peşmanam bir. Söz verən bir də qayıtmayacağım, 2. 3. Tövbə budur, get etdiyim pis əməllərin müqabilində yaxşı işlər görək. Bu da 3. Dilin qeybət eləyibsə, bu gecə deyirsən, əstəğfirullah. Etməyəcəm, peşman oldum. Sonra deyirsən, bir də etməyəcəm. Sonra həmən dillə başlayırsan, kimin ki qeybətini eləmirsən, xoş sözlər danışmağa. Bu da tövbə. Biri gəldi, İmam Sadiqə yaxınlaşdı. Dedi, gəlmişəm tövbə eləyim. İmam Sadiq nə dedi ona bilsən? Dedi, həqiqi tövbə eləmək istəyirsən, yoxsa elə söz deyirsən başqaları kimi. Dedi, yox, həqiqətən. Dedi, onda gəl sənə bir söz deyim. Dedi, buyur. Dedi, uxruc mimmə əntə fih. İndiki halından çıx. Hər şeyi at kənara. Həsəd varsa at kənara, riya varsa at kənara, təkəbbürlük varsa at kənara. Bunu deyib qutarandan sonra baxdı İmam Sadiqə bir kəlmə. Halal olsun bu şəxsiyyətə. Dedi, xərəctü mimmə ənə fih. Halımı qoydum kənara, oldum bəndə. Dedim, mən də sənə söz verəm İmam Sadiq dedi, cənnət və zaminəm qiyamət günü. Elə ki, öldün, insan ölür bərzəxdə cənnətə ya cəhənnəmə getmir. Cənnət və oldum zamin. Adam bu dünyada imamdan zəmanət alaya, imam zamandan zəmanət alasan. İndiki bu gecədə, biz bir yaxşı iş görsək, tövbə eləsək, sən zəmanət verərsən, yoxsa yox. Mən elə bir imam zaman da zəmanət verər, imamdır. Deyir, bu şəxs çıxdı, getdi. Bu şəxs o qədər diqqətli idi. Da fəqir idi hətta. Heç nəyə yox idi. Səhabələrdən biri deyir, Əbu Bəsir deyir, bunu gördüm bir dəfə, gördüm, çox sıxılır. Dedim, niyə sıxılırsan? Dedi, imkanım yoxdur, bir dənə köynək istəyirəm alım. Bu əynimdəki köynək vaxt var idi, bunu ilə günah eləmişəm deyənə. İndi günahları olub da. Bu köynək məni sıxır. Pulum da yoxdur, başqa bir köynək alım.
İstəyirəm təmiz olum da Allahın qabağında, bəndə olum. Bütün vücudumda nə günahla bağlı, nə xatirəmdə bir şey var. İstəyirəm hamısını atım kənara. Əbu Bəsir deyir, mən sənə köynəyi alıb verərəm, narahat olma. Və aldı ona köynəyi verdi. Əbu Bəsir deyir, bir müddətdir görürəm, yoxdur. Fəqirdir, yoxdur. Heç kəsi də yox idi. Deyir, gəldim evinə. Evi də bir xaraba bir ev idi. Həqiqətən abad bir yer deyildi. Deyir, gəldim, gördüm, yıxılıb qalıb bir yerdə, canım tapşırır. Canın tapşırır, yaxınlaşdım ona. Yaxınlaşandan sonra ona deyir, baxdı mənə, gözlərim bir dənə açdı, bir cümlə işlətdi. Dedi, Əbu Bəsir, dedi, bəli. Dedi, mələklər bürüyüb bu otağı. Dedim, yəni nə? Dedi, Əbu Bəsir, mələklər gəlib deyirlər ki, İmam Sadiq deyir, sən cənnətə geyəcəksən. İndidən mənə xəbər verirlər. İmam Sadiq dediyin əməllədir. Zəmanət. Zəmanət. Baxın, söz verirsiniz bu gecə içimən qarışıq, günah eləməyəcəyik. Söz verək də nə olar ki? Qorxmayın. Vəzifəsi çox çətin. Yox, elə deyil. Vallah, mümkündür, billah mümkündür. Gözümüzü tutaq Allaha. Ya Allah bizi bağışla. Ya Ərhəmər Rahimən. Allah bizi bağışlayarsan sən. Hələ sən bizi saxladın oyaq qalaq ki, bağışlayasan da. Sən bizi bağışlamaq üçün oyaq saxlamısan, ya Rəbbəl aləmin. Onda Allahım, acizanə əlimizi qaldırır sən huzuruna. Deyirik, İlahi və Rəbb, əl-əf. İlahi, əl-əf. İlahi, əl-əf. Mən bir ki, Allah oxunacaqları dua eləyəcəm, indi daha fürsət düşüb istəmirəm əlimdən çıxsın. İlahi, əl-əf o günahlarımıza ki, gizlin eləmişik ya. Heç kəs bilmir, sən bilirsən amma. İlahi, əl-əf o günahlarımıza ki, sənlə bizim aramızda olan əlaqəni itirdi. İbadətin şirinliyi əlimizdən çıxdı. Gecə ibadətlərindən bizi məhrum eləyib. Quran oxumaqdan bizi məhrum eləyib. Duadan bizi məhrum eləyib. İlahi, əl-əf. Allah, əl-əf, bağışla bizi. Ya Ərhəmər Rahimən. İnşallah qoruyun bu halımızı siz Allah, hələ belə saxlayın. Mən verirəm əziz qardaşıma, o başlayır birlikdə hamımızda, tələsməyin də bu gecə. Hara gedirsiniz ki, bundan o tərəfə hansı gecəmiz var ki, tələsməyin. Gəlin birlikdə hamımız qəlbimizi yönəldək Allaha. Gözəl şəkildə bir dənə bir ki, Allah oxuyaq da bu gecə, canımızla. İnşallah. Buyurun acım.